Qiyamətdə deyir, nida olunar. Kim möminlərə əziyyət eləyib qalxarlar, deyirlər ki, aparın bunları cəhənnəmə. O adamlar ki, sözü ilə, tikanlı sözü ilə, hansısa bir hərəkəti ilə ürək sındırıblar. Günahkar bir adamın qəlbini sındırıblar. Bir baxışla əziyyət deyir eləsə, baxışı ilə əziyyət versə deyir, qiyamət günü Allah ona əziyyət verər. Allah onu qorxudar cəhənnəm odu ilə. Bu hədisə baxın sizə Allah. İmam Həsən Əskəri əleyhissalamın şəhadətini qeyd elədi də bir neçə gün bundan qabaq. Ona görə dedim, İmam Həsən Əskəri əleyhissalamdan da bir hədis olsun. Buyurur ki, biz 124 min peyğəmbər, yəni Allahın göndərdiyi bütün elçilər və biz əhl-i beyt, yəni 14 məsum, qiyamət günü bir sırada düzülüb dayanaq fərz eləyin. Bütün peyğəmbərlər dayanıb və bizim peyğəmbər və əhl-i beyt, 12 imam xanım Fatimə Zəhra. Hamımız deyib bir cərgədə dursaq, qiyamətdə məhşər səhrasına bir mömin daxil olsa bizim qabağımızdan keçsə, biz hamımız ayağa qalxarıq ona hörmət əlaməti kimi. Görün nə qədər ehtiramdan söhbət gedir. Bir mömin gəlsə, bütün Allahın elçiləri, əhl-i beyt onun hörmətinə, ehtiramına ayağa qalxarıq ki, mömin gəlir. Biz bir-birimizlə belə davranırıq, biz bir-birimizə belə ehtiram edirik. Deyək ki, bu mömin deyil, hazırıq mömin deyil adını qoyaq. Axı, öz hərəkətlərimizə bəraət qazandırmaq üçün əvvəl onu kafir eləyirik, təkfir eləyirik, sonra rahat da davranırıq. Qardaş, bir günah, 5 günah, 10 günah, lap 100 günahla adam dindən çıxmaz, əgər etiqadı qalıbsa. Mən günaha cürət yaratmıram, günahlar Allah eləməsin. Bir gün səbəb ola bilər insan dindən xaric olsun, amma biz qəzavət eləməyək. Biz hökm verməyək, biz ehtiram saxlayaq, hörmət saxlayaq. Bu hədisləri mən eyham üçün demirəm, nə üçünsə. Elə mövzu Allah saldı beynimə, dedim bundan danışım. Amma hiss edirəm ki, xüsusilə bu sosial şəbəkələrdə ki, üzü görmür deyə insanlar bütün hədləri aşır və düşünmür. Mən hərdən baxıram, görürəm ki, bir məsələn, filan bir məddah səhv eləyib, filan bir ruhani səhv eləyib, filan, yaxşı səhv eləyib də eləyib. Sənin elədiyin ondan betər daxı, sən onu orada söyürsən, təqqir edirsən, abrını tökürsən. Onun səhvi bir idisə səninki 10 qat artıqdır. Sən güya din davası aparırsan, sən güya haqq axtarırsan, din davası aparan adamın ilk növbədə mərhəmət olar vücudunda. Qarşısındakına ürəyi yandığından danışar. Mən səndə bunun əlamətini görmürəm. Sən sevinirsən, deyirsən, vurum əzim tapdalayım bunu, deyirsən ki, mən bunu dinə xatir eləyirəm. Axı, bəllidir ki, sən bunun üçün eləmirsən. Bir haqq müdafiə eləyərkən abır aparasan, təhqirə keçəsən, istehza, məsxərə eləyəsən, bu bir mənalı məsələdir ki, bu yanlışdır, kökündən səhv bir şeydir. Və sosial şəbəkələrdə bu kimi hallar böyük bir bəladır, epidemiyadır ki, insanlar üzünü görmədiyi üçün biraz üzləri, necə deyim də, o sözü istifadə eləmək istəmirəm. Bir yaxşı, o haqlar qorunmur. Möminlərin bir-birinin müqabilində olan haqları qorunmur.